Salam balaca dostum. Bugün səninlə birlikdə super maraqlı bir səyahətə çıxacağıq. Biz hara gedirik bilirsən? Birbaşa fermaya. Orada həm əylənəcəyik, həm də yeni ingiliscə sözlər öyrənəcəyik. Çox həyəcanlıyam. Nə deyirsən? Başlayaq? Fermaya getməyə hazırsan? Əla, elə mən də hazıram. Gəlin görək orada bizi hansı macəralar gözləyir. Və biz artıq çatdıq. Fermaya xoş gəlmisiniz. Bura necə də gözəldir. Hər yer yamyaşıldır, havası da tərtəmizdir. Gəl, ətrafa bir göz gəzdirək. Bax, bura bir fermadır. Gəl görək, bunu ingilis dilində necə deyirlər? Belə, this is a farm. Gəl birlikdə təkrar edək, yaxşı? This is a farm. Super, bu fermadır deməkdir. Hə, indi isə gəldik ən maraqlı hissəyə. Fermada yaşayan o şirin heyvanlarla tanış olacağıq. Görəsən, bizim ilk dostumuz kim olacaq? O, baxın, bu biri nə idir? Bəs inəyə ingiliscə nə deyirlər? Deyirlər, a cow. Gəl birlikdə səsləndirək. A cow. İndi sən təkdir. A cow. Afərin. Bilirsən, inək bizə dadlı süd verir. Növbəti dostumuz isə keçi. Bəli, bu keçidir. Keçi ingilis dilində a goat adlanır. Məndən sonra təkrarla gəl. A goat. Bir dəfə də a goat. Əla. Keçilər ot yeməyi çox sevir. Baxın, bu da bir uzunqulaq, yəni eşək. İngilis dilində ona a donkey deyirlər. Gəl birlikdə deyək, a donkey. Çox yaxşı alınır. Bir daha, a donkey. Uzunqulaqlar bilirsən, fermada adamlara kömək edir. Ağır yükləri daşıyırlar. Qu, eşitdin bu səsi? Görəsən bu kimdir? Bəli, bu xoruzdur. Xoruza ingiliscə a rooster deyirlər. Gəl təkrar edək. A rooster. Super. A rooster. Göldə üzən bu şirin heyvanı gördün? Bu ördəkdir. Ördək sözü ingiliscə a duck kimi səslənir. Gəl birlikdə yoxlayaq. A duck. İndi sən təkrarla. A duck. Çox gözəl. Vay, bu necə də gözəl bir atdır. Ata ingilis dilində a horse deyirlər. Gəl bunu da öyrənək. Məndən sonra de, yaxşı? A horse. Bəli, bax elə. A horse. Çox yaxşı. Psst, sakit. Bax gör kolluqların arasında kim gizlənib? Bəli, bu şirin bir dovşandır. İngiliscə dovşana a rabbit deyilir. Gəl birlikdə deyək. A rabbit. Afərin. Dovşanlar ən çox nə yeməyi sevir? Əlbəttə ki, yer kökü. Və sonuncu heyvan dostumuz. Bu yumşaq, yunlu qoyundur. Qoyuna ingilis dilində a sheep deyirlər. Gəlin bunu da təkrar edək. A sheep. Möhtəşəm. Artıq nə qədər çox heyvan adını ingiliscə bilirsən. İndiki heyvanları tanıdıq, gəl onlar haqqında suallar verməyi və cavablamağı da öyrənək. Beləcə, öyrəndiklərimiz heç vaxt yadımızdan çıxmaz. Əgər nə isə görürsənsə və onun nə olduğunu soruşmaq istəyirsənsə, ingiliscə belə deyəcəksən. What is it? Gəl birlikdə tələffüz edək. What is it? Bu nədir deməkdir. Məsələn, bizə what is it deyə soruşsalar və biz inək görsək, cavabımız belə olacaq. It is a cow. Yəni, bu inəkdir. Gəl təkrar edək. It is a cow. Çox yaxşı. Bəzən də bir şeyi təxmin edirik, amma tam əmin olmuruq. Məsələn, soruşmaq istəyirsən ki, bu dovşandır. Bunu ingiliscə belə deyəcəksən. Is it a rabbit? Təkrar edək. Is it a rabbit? Bu suala iki cür cavab vermək olar. Əgər təxminin düzdürsə, deyirik yes, it is. Yəni, bəli. Yox, əgər səhvdirsə, deyirik no, it is not. Bu da xeyr deməkdir. Gəl hər ikisini təkrar edək. Birinci, yes, it is. İndi isə no, it is not. Əla. Gəl indi də heyvanların rəngini soruşmağı öyrənək. Bu nə rəngdədir sualı? İngiliscə belədir. What color is it? Birlikdə deyək. What color is it? Təsəvvür elə ki, qarşımızdakı qoyun ağappaqdır. Onda cavabımız belə olur. It is white, yəni bu ağdır. Gəl təkrar edək. It is white. İndi isə öyrəndiyimiz hər şeyi birləşdirək. Heyvanın həm adını, həm də rəngini bir cümlədə deyə bilərik. Məsələn, it is a white sheep. Bu ağ qoyundur deməkdir. Gördün necə asandır? Gəl birlikdə deyək. It is a white sheep. Afərin sənə.
Ferma səyahətimizin demək olar ki, sonuna çatdıq. Amma getməzdən əvvəl gəl burada tanıdığımız yeni dostlarımızı ingiliscə sayaq. Hazırsan? Çox əyləncəli olacaq. Gəl birlikdə sayaq. Başladıq. Bax, bu bir xoruzdur. This is one rooster. Təkrarla mənimlə. This is one rooster. Əla, indi keçilərə baxaq. Bunlar 2 keçidir. These are 2 goats. Sən də de. These are 2 goats. Super. Növbədə atlar var. Bunlar 3 atdır. These are 3 horses. Birlikdə. These are 3 horses. Və qoyunlar. Bunlar 4 qoyundur. These are 4 sheep. Çox gözəl gedir. These are 4 sheep. Axırda da ördəklər. Bunlar 6 ördəkdir. These are 6 ducks. Gəl bir daha təkrarla. These are 6 ducks. Sən möhtəşəmsən. Bax belə, bugünlük ferma səyahətimiz də bitdi. Bugün çoxlu yeni və maraqlı sözlər öyrəndik, düzdür? İndi mənə də görün, bəs sənin ən xoşuna gələn, yəni sevimli ferma heyvanın hansı olduğu, cavabını ingiliscə deməyə çalışa bilərsən. Hələlik, gələn dərsdə görüşərik.